Hər uğurun arxasında zəhmət, əzm və doğru istiqamətləndirən müəllim dayanır. Bugün Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt-Şəhəri Vaqif İbrahimov adına 35 nömrəli tam orta məktəbin 4D sinifinin uğur hekayəsindən bəhs edəcəyik. Sözü gedən sinifə rəhbərlik edən Məlahət Babayeva ilin ən yaxşı olimpiyada müəllimi adına layiq görülüb. Onun şagirdləri təkcə məktəbin proqramlarında deyil, ən müxtəlif beynəlxalq və yerli olimpiyadalarda qazandıqları silsilə qələbələrlə təkcə müəllim əməyinə deyil, həm də valideyn fədakarlığına və təhsil aldıqları məktəbin adına ucalıq gətiriblər. Belə ki, 4D sinifinin şagirdləri Hacıyeva Aylin, Diamond mükafatı 100 bal, Əskərli Nihat, qızıl medal 96 bal, Bayramov Vural, qızıl medal 96 bal, Məmmədli Fidan, qızıl medal 92 bal, Mirzəyeva Nihan, gümüş medal 88 bal, Məmmədli Banu, bürünc medal 72 bal, Ələkbərli Ayşə, sertifikat 68 bal və Qədirli Ümid, sertifikat 68 ballıq nəticə ilə Qlobal Riyaziyyat Olimpiyadasında məktəbi və şəhərimizi layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə ediblər. Şagirdlərimiz beynəlxalq arenada nümayiş etdirdikləri bu parlaq zəfərlə Sumqayıtın intellektual potensialını bütün dünyaya bir daha sübut ediblər. Mən Babayeva Məlahət, ibtidai sinif müəlliməsi. Təhsildə əsas məqsədiniz nədir? Əsas məqsədim savadlı kadrlar yetişdirmək, vətənə layiq övladlar böyütmək. Bu uğurların əldə olunmasında hansı metodlardan istifadə etmişsiniz? Ümumiyyətlə, hər bir müəllimin öz metodu var, özünə məxsus metodu. Bu metodlarda davamlı dərsliklərdən, kənar dərsliklərdən istifadə etmişəm. Yəni, bölmələrə, mövzularımıza uyğun kənar mövzulardan, dərsliklərdən çox istifadə etmişəm. Bu sinifdə təkcə medalçılar deyil, həm də əlaçı şagirdlər yetişir. Belə ki, Əliyev Oktay, Abdüləzimov Fuad, Həsənli Mahnur, Məmmədov Xalid, Zamanova Güllü və Adıgözəlova İlknur. Uğur bu sinifdə sanki bir zəncirvari reaksiya yaradıb. Adını çəkdiyimiz şagirdlər də öz sinif yoldaşlarından geri qalmamaq üçün böyük əzmkarlıq nümayiş etdiriblər. Onlar qatıldıqları müxtəlif sınaqlarda, çətin olimpiyadalarda və ən əsası, məntiqi və riyazi təfəkkürü ölçən beynəlxalq Kenguru riyaziyyat müsabiqəsində yüksək ballar toplayaraq hər kəsi qürurlandırmağı bacarıblar. Müəllimə mənə hər təhsil verib və mənə hər şey öyrədib və müəllimi bura qədər çatmamda müəllimin əsas rolu oynayır. Müəllimənin verdiyi bütün tapşırıqları yazmışam, cəhdlər etmişəm. Buna görə də bu nəticələr alınıb. Mən Riyaziyyat Qlobal Olimpiyadasında uğura imza atmışam. Riyaziyyat mənim qəlbimdə dərin bir yer tutur. Əslində qalsa mən bütün fənləri sevirəm, amma riyaziyyat mənim sevimli fənnimdir. Mən gələcəkdə səhiyyə naziri olmaq istəyirəm və gələcəkdə baxacam, onun balına maraqlanacam, onun üzərində işləyəcəm. Mən jurnalist olmaq istəyirəm, cəmiyyəti doğru düzgün məlumatlandırmaq istəyirəm. Mən böyüyəndə həkim olmaq istəyirəm, çünki həkimlikdə 3 fənn var. Azərbaycan dili, ingilis dili və riyaziyyat. Mən bu fənləri çox sevirəm və bunun üzərində çalışıram. Mən axşamları, gündüzləri çox çalışaraq əldə etdim. Müəlliməmin verdiyi tapşırıqları, anam mənə çoxlu köməklər etdi. Mən dövlət sərhəd xidmətinə qəbul olmuşam. Mən 5-ci təhsilimi 5-ci sinifdə dövlət sərhəd xidmət qoşunlarında davam etdirəcəm. Xəyalım dövlət sərhəd xidmətində xidmət etməkdir. Əldə olunan zirvələr təsadüfi deyil. Şagirdlər özləri də etiraf edirlər ki, bu uğurların əsas sirri müəllimlərinin hər bir tövsiyəsinə xüsusi həssaslıqla qulaq asmaq, tapşırıqları vaxtında və məsuliyyətlə icra etməkdir. Məhz bu daxili nizam və müəllim-şagird həmrəyliyi onları qələbəyə aparan ən qısa yol olub. Şagirdlərə tövsiyəm daim oxumaq və öz üzərlərində çalışmaqdır. Şagirdlərinizin nailiyyətləri sizə nə hiss etdirir? Uğur, fərəh, sevinç, qürur. Valideynlərə və şagirdlərə tövsiyələriniz nələrdir? Şagirdlər həmişə ümumiyyətlə valideynlərin sözünə qulaq assınlar, valideynlər də şagirdlərin, övladlarını hər zaman təhsildə dəstəkləsinlər.
Bugün 4D sinifində şahidi olduğumuz yüksək nəticələr və qazanılan silsilə qələbələr bir daha parlaq şəkildə sübut edir ki, heç bir uğur təsadüfən yaranmır. Çünki əsl uğur aylarla çəkilən gərgin zəhmətin, hədəfə olan sarsılmaz inamın və ən əsası müəllimin şagirdi doğru zamanda, doğru şəkildə istiqamətləndirməsinin ən gözəl bəhrəsidir. Biz də Sumqayıt TV kollektivi olaraq şəhərimizin təhsilinə belə dəyərli töhfələr verən fədakar pedaqoq Məlahət Babayevanı və onun zirvələri fəth edən uğurlu şagirdlərini ürəkdən təbrik edirik. İnanırıq ki, bu müəllim-şagird həmrəyliyi hələ onlarla yeni uğura imza atacaq. Məlahət müəlliməyə və onun intellektual ordusuna gələcək fəaliyyətlərində daha böyük zəfərlər və yeni nailiyyətlər arzulayırıq.